Qeyri-müqayisə olunmaz miras qədim Azərbaycanın dağlarının ətəyində, ucsuz-bucaqsız düzənliklərin və axan çayların sərinliyində yerləşən Zəfərabad kəndi illərin ağırlığını, ataların hikmətini və insan ruhunun ən dərin sirlərini özündə cəmləşdirən böyük bir roman kimi davam edirdi. Hər səhər günəşin qızılı şüaları dağların zirvəsindən aşağı süzülüb, kəndin dardaş yollarının, qoca palıd ağaclarının sərin kölgələrini və torpağın təzə, nəmlik dolu ətirini oyandırırdı. Bu torpaq yalnız fiziki gözəlliyi ilə deyil, həm də insan qəlbində, keçmişin dərslərində və gələcəyin ümid dolu arzularında iz qoyan müqəddəs bir məkandır. Zəfərabadın sakinləri, atalarının bizə buraxdığı əbədi dəyərlərə, sevgi, mərhəmət, ədalət və dürüstlük kimi sərvətlərə sadiq qalıb, hər çətinliyi qəlbdə yanan ümid işığı ilə qarşılamaq üçün bir araya gəlirdilər. Kəndin ən hörmətli ailələrindən biri olan Hüseynovlar nəsli illərin gətirdiyi hikmət və sarsılmaz inamla tanınırdı. Bu ailənin övladı olan Orxan, uşaqlıqdan bəri Zəfərabadın dardaş yollarında, köhnə evlərin divarlarında və ataların nağıllarında böyümüşdü. Atası, qoca Həsən bəy, hər axşam ocağın qarşısında toplanan ailə üzvlərinə həyat böyük bir roman kimidir. Hər səhifəsində acı ilə şirin, kədər ilə sevinc bir araya gəlir. Biz bu romanı atalarımızın bizə buraxdığı dəyərlərlə və ürəklərdə yanan o müqayisə olunmaz işıqla yazırıq, deyərək gənclərin qəlblərində dərin izlər buraxırdı. Orxan, atası Həsən bəyin sözlərindən ilhamlanaraq həyatın mənasını və insan ruhunun əbədi dəyərlərini tapmaq üçün daima özünü axtarırdı. Hər səhər dağların sərin havasını dərindən içinə çəkərkən o bilirdi ki, hər çətinlik, hər itki qəlbdə yeni ümidlər və müqayisə olunmaz bir dəyər doğurur. O, kəndin səssizliyində, axan çayın sədasında və qoca palıd ağaclarının yarpaqlarında atalarının səsini eşidər, keçmişin dərslərini və gələcəyin parlaq arzularını öz ürəyində hiss edərdi. Bir bahar səhəri Zəfərabadın çiçəklərlə bəzənmiş bağlarında Orxan təsərrüfat işləri ilə məşğul olarkən, kəndin mərkəzindən yavaş-yavaş yaxınlaşan incə və zərif bir qızın silueti diqqətini cəlb etdi. Qızın adı Nigar idi. Nigar, kəndin ən gözəl qızlarından biri sayılırdı. Onun saçları yerli qızılgül çiçəklərinin rəngini xatırladır, gözləri isə dağların mavi səmasının dərinliyini əks etdirirdi. İlk dəfə gözləri üst-üstə gəldikdə, sanki dünya bir anlıq susduğu iki ürək, illərin uzaq xatirələrindən doğan, unudulmuş arzuları yenidən kəşf etmək üçün bir-birinə yaxınlaşdı. O an Orxanın qəlbində müqayisə olunmaz dərin bir sevgi toxuması, sarsılmaz inam və əbədi ümid alovlandı. Nigar yalnız fiziki gözəlliyi ilə deyil, həm də dərin düşüncələri, mərhəmətli davranışları və təbiətə olan həssaslığı ilə seçilirdi. O, kəndin dardaş yollarından, palıd ağaclarının sərin kölgəsindən, axan çayın kənarında uzun söhbətlər edərkən, həyatın hər çətinliyinin ardında gizlənən qiymətli dərsləri, ədalətin və sevginin əhəmiyyətini paylaşırdı. Orxan, həyat, dəyərli dəyərlərlə bəzənmiş böyük bir roman kimidir. Hər səhifəsində, hər cümləsində atalarımızın öyrətdiyi müqayisə olunmaz sevgi və inam var. Biz bu romanın bütün acıların, kədərlərin və sevinclərin bir araya gəldiyi, əbədi bir ümidin işığında yazırıq, deyərək qəlbindəki eşqi Nigarla bölüşürdü. Nigar isə hər anımız, keçmişin dərin xatirələrini və gələcəyin parlaq ümidlərini özündə daşıyır. Bizim sevgimiz sanki qaranlıq gecələrdə parlayan, müqayisə olunmaz bir ulduz kimidir, heç vaxt sönməz cavabını verirdi. Zaman keçdikcə Orxan və Nigar arasında yaranan sevgi yalnız iki gəncin romantik duyğusunu təmsil etmirdi. O, həm də kəndin, ataların və təbiətin sarsılmaz dəyərlərinin müqayisə olunmaz inam və ümid işığını simvolizə edirdi. Kəndin bütün sakinləri atalarının öyrətdiyi ənənələrə sadiq qalaraq, həyatın çətin anlarında belə qəlblərindəki sevgi və mərhəməti itirmədən yaşamağa çalışırdılar. Lakin həyat, Tolstoyun romanlarında olduğu kimi, hər zaman sakitlik və harmoniya ilə keçmirdi. Bir gün Zəfərabadın yaxınlığında dərin dağ meşələrinin arasında qəfil enən sərt qış soyuğu və donmuş yağışlar, kəndin hər küncündə qaranlıq və kədərin səsini gətirdi. Tarlalar dondu, çay suları buz altında qaldı və dardaş yollar kimsəsiz qaldı. İnsanlar bu sərt təbiət hadisəsinin yaratdığı çətinliklər qarşısında öz ümidlərini itirməyə, qəlblərindəki müqayisə olunmaz sevgi işığını sönməyə başladılar. Orxan və Nigar isə bu qaranlıq anlarda bir-birinə daha sıx bağlanaraq atalarının öyrətdiyi dəyərləri xatırladılar və hər soyuq qışın ardında isti bahar günləri var, hər acı, hər kədər qəlbdə yeni ümidlər doğurur, deyə sözlərini təkrarladılar. Bu ağır günlərdə kəndin yaşlıları keçmişin dərslərini və ataların səsini xatırlayaraq gənclərə və bütün sakinlərə ədalət, mərhəmət və sevgi ilə dolu bir həyat sürməyin vacibliyini izah edirdilər.
Kəndin ən hörmətli yaşlılarından biri olan Zeynəb xanım, həyatın müqayisə olunmaz dəyəri maddi sərvətlərdə deyil, qəlbdə yanan sevgi, inam və ədalətdə gizlidir. Hər kədər, hər acı insanı daha da gücləndirir və atalarımızın bizə buraxdığı əbədi mirası xatırladır, deyərək hər kəsin ürəyində yeni ümidlər oyandırırdı. Orxan və Nigar bu sarsılmaz ədalət və sevgi işığının rəhbərliyində kəndin yenidən dirçəlməsinə və birlikdə böyüməsinə səbəb oldular. Onlar hər gün kəndin dar daş yollarında əl-ələ gəzərək, palıd ağaclarının sərin kölgəsində oturub keçmişin və gələcəyin dərin mənalarını müzakirə edirdilər. Orxan, bizim sevgi və inam bu çətin günlərin ardında müqayisə olunmaz bir gücə çevrilir. Hər kədər, hər acı bizə dəyərli dərslər öyrədir, həyatın hər səhifəsi müqayisə olunmaz mirasımızın bir parçasıdır, deyə sözlər söyləyirdi. Nigar isə hər anımız atalarımızın eşq dolu nağıllarını və gələcəyin ümid dolu arzularını xatırladır. Bizim sevgimiz ən çətin anlarda belə müqayisə olunmaz işıq saçır, cavabını verirdi. Kəndin üzərində yayılan bu dərin ədalət, mərhəmət və sevgi insanların qəlbində müqayisə olunmaz bir ümid və inam işığı kimi parladı. Hər kəs bu hadisədən sonra həyatın çətinlikləri qarşısında ədaləti, mərhəməti və sevgi dəyərlərini daha da möhkəmləndirərək öz nağıllarını yazmağa davam etdi. Zəfərabadın sakinləri atalarının öyrətdiyi dəyərləri, keçmişin ağır xatirələrini və gələcəyin parlaq arzularını ürəklərində daşıdılar. Günlər, illər üst-üstə gəldikcə Zəfərabadın torpağı yenidən canlandığı tarlalar, çay suları və dar daş yollar müqayisə olunmaz dərin sevgi və ümid işığı ilə işıqlandı. Kəndin hər küncündə, palıd ağaclarının yarpaqlarında və axan çayın sularında hər kəs öz həyat hekayəsini atalarının eşq dolu nağılları və müqayisə olunmaz miras dəyərləri ilə yazdı. Hər bir insan ən çətin anlarında belə qəlbində yanan ədalət və mərhəmət işığının sönməzliyinə inandı və gələcəyə ümidlə baxdı. Beləliklə, qanun və inanc, polisin dərin yolu adlı bu dastan Zəfərabad kəndinin dar daş yollarında, qoca palıd ağaclarının sərin kölgəsində və axan çayın sularında əbədi iz buraxdı. Rəşad, Orxan, Nigar, Zeynəb xanım və digər bütün kənd sakini atalarının öyrətdiyi müqayisə olunmaz dəyərlərin işığında hər çətinliyi aşaraq həyatın hər səhifəsini sevgi, mərhəmət və inamla yazmağa davam etdilər. İndi də hər səhər günəşin qızılı şüaları ilə başlayan, hər axşam ulduzların səmasını bəzəyən o sakit gecələrdə Zəfərabad sakinləri atalarının səsini və dərin ədalət, mərhəmət və sevgi dəyərlərini ürəklərində yaşadır. Gələcəyin müqayisə olunmaz mirasını nəsillərə ötürürdülər. Bu dastan yalnız bir kəndin və onun insanlarının hekayəsi deyildi, o, bütün insanlığın həyatın ən çətin anlarında belə qəlbdə yanan müqayisə olunmaz ümidin və sevginin təcəssümü idi. Hər kəs bilirdi ki, həyatın ən böyük zənginliyi maddi sərvətlərdə deyil, qəlbdə yanan, ədalətə, mərhəmətə və inama sadiq qalan o müqayisə olunmaz işıqdır. Hər acı, hər kədər insanı daha güclü və daha mərhəmətli edirdi, çünki əslində həyat böyük bir roman idi və hər birimiz bu romanın səhifələrini sevgi, dürüstlük və inamla yazırdıq. Beləliklə, qeyri-müqayisə olunmaz miras adlı bu nağıl Zəfərabadın daş divarlarında, qoca ağacların yarpaqlarında və axan çayın sularında əbədi izlər buraxaraq gələcək nəsillərə ədalət, sevgi və müqayisə olunmaz inamın sarsılmaz gücünü öyrətdi. Hər kəs həyatın çətin anlarında belə qəlbində yanan o müqayisə olunmaz işığı, atalarının öyrətdiyi dəyərləri və əbədi ümidləri itirmədən öz nağıllarını yazmağa davam etdi. Bu dastan yalnız bir polis zabitinin və kənd şurasının ədalət axtarışının hekayəsi deyildi, o, bütün insanlığın qəlbində, həyatın hər anında doğan müqayisə olunmaz sevgi və inamın, ədalətin və mərhəmətin əbədi təcəssümü idi. Beləliklə, Zəfərabadın sakinləri hər gün, hər an həyatın bu dərin sirlərini yaşadır və atalarının öyrətdiyi müqayisə olunmaz mirası gələcək nəsillərə ötürmək üçün daim ümidlə irəli addımlayırdılar. Hər kəs bilirdi ki, həyatın ən böyük sərvəti, qəlbdə yanan o müqayisə olunmaz işıqdır, o, ədalətin, mərhəmətin və sevgi ilə dolu bir romanın ən qiymətli səhifəsidir. Beləliklə, bu nağıl, qeyri-müqayisə olunmaz miras adlı dastan Zəfərabadın hər küncündə, hər daşında və hər ürəyində əbədi olaraq yaşadığı gələcək nəsillər bu hekayədən ilham alaraq, həyatın ən çətin anlarını belə sevgi və inamla aşmağın əhəmiyyətini unutmadan öz romanlarını yazmağa davam etdilər.